1398-in 2-ci ayının, yəni o 5-in 20-sindəyik. Bu gün nəmə yağış, hava yağıbdır, yağmurlu bir havadır. O kəslər ki, mən təbiət sevirəm, məhsullarımız, hər kəs ki, bu gün nəmə mənim səsim eşidir, yağışlıqda çıxmışam eşiyə. Neçə illərdir, 5 il, 6 il olar biz təbiətimizi dostlarımla, Hüseyin Cəfəri, Ayı Qulkarı, Ayı Cavad və dostlarımla gəlirəm cüməli işə və bu gün nəmə təbiətdə baxın, yağış da yağır. Yəni, millət deyib, mən təbiət sevirəm, amma heç vaxt o sevməyi mən görməmişəm. Çəkiblərə bir nəmədə gəlmişəm, görmüşəm, bax. Yolunu gələ-gələ fəqət Sərdəş, Piranşəhər, Mahabat, Üçnəviyyə gəliblə, tökülüblə Kəngərə. 5 ildir dədəmiz yanıb. Zəmilərin içində bu da minibus idi ki, gördünüz. Neçə ildir biz bunları istəyib məntəqədən qovalıyıq. Amma bu nəmə hamı çəkib oturub evində, özdə dindirəndə təbiət sevirik. Bu gün nəmə öz sözümüzə ehsası vəzifə görməmişik ki, gəlaq və təbiətimizi qoruyaq. Baxın, bu zəmidir. Oyda qəşək Kəngər dəlilər, ton aparırlar. Gün cümədir hələ. Bir nəfər yoxdur, bunlarla bərxurd edir. Bir dənə zəmanət icrayı, qanun və bir ayinnaməyə ki, təsvib oluyor. Gələk onu özümüzə vəzifə görək və onu icra edək.